Salam uşaqlar, bugün OTK sınavını 26 oktyabr 2025-ci ildə keçirdik. Sınavın izahına baxacağıq. Başlayalım. Birinci sualda deyir, sükunətdə olan vaqon, tavandan asılan lampa şaqlı vəziyyətdədir. Vaqon düz xəttli yerləşən hərəkətə başladıqda lampa necə hərəkət edir? Uşaqlar, bunu əslində biz gündəlik həyatımızda müşahidə edirik. Məsələn, avtobusda hərəkət edən zaman avtobus yerləşən hərəkət edəndə biz qabağa doğru hərəkət edirik. Yəni hərəkət istiqamətində əyilirik. Yavaşlayan hərəkət edəndə isə hərəkətin əksinə doğru əyilirik. Bu ətalətlilik qanunudur uşaqlar. Ətalətliyə görə biz yeniləşən hərəkətdə irəli doğru, qabağa doğru əyilirik. Yavaşlayanda isə hərəkətin əksinə. İndi burada bizim vaqonumuz yeniləşən hərəkət edir. Ona görə lampamız hərəkət istiqamətində əyilər. İkinci, üfüqi yolda 10 metr bölü saniyə sürətlə hərəkət edən avtomobil tormozlanaraq bərabər yavaşlayan hərəkət edir. Avtomobil dayanana qədər 25 metr yol gedirsə, sürtünmə əmsalını hesablayın. Deməli, uşaqlar, tormuz yolu S tormuz bərabərdir V0 kvadratı bölək A-dır. A-nın yerinə müyücə yazırıq. Buradan müyünü tapsaq, müyü bərabər olacaq. V0 kvadratı bölək S tormuz vuraq J. V0'mız 10'dur. 10'un kvadratı bölünsün. 25 vurulsun 10 olacaq uşaqlar. Bu da eləyir 100 bölək 25 vuraq 10. 10'dan 100'ü burada ixtisarlayıram 10 olar. 25'də 10 5'ə ixtisarlayasaq uşaqlar 5'də 2 olacaq. O da 0,4. Deməli sürtünmə əmsalı 0,4'dür. Gravitasiya sabitinin vahidi hansıdır? Gravitasiya sabitinin vahidi uşaqlar C bərabərdir. Cazibə qüvvəsini yazarlar. F bərabərdir C vurulsun M1 M2 bölək R kvadratıdır. Buradan C'yi tapsaq C bərabər olacaq FR kvadratı bölək M1 vuraq M2. Vahidini çıxarsaq uşaqlar ədədi qiyməti altdan %67 vuraq 10 üstü mənfi 11'dir. Qüvvənin vahidi Newtondur. Məsafənin vahidi nədir? Metrdir uşaqlar. Newton vuraq metrin kvadratı. Kütlə vahidi də kiloqramdır. Kiloqramın kvadratı. Əsas vahidlərlə ifadə eləyəndə Newtona açarıq. Kiloqram vuraq metr bölək saniyə kvadratıdır. Kiloqramların biri ixtisar gedəcək. Metrin kvadratına vuranda olacaq metr kubu. Bölünsün saniyə kvadratı vurulsun kiloqram. Deməli metrin kubu bölünsün saniyə kvadratı vuraq kiloqram. Və yaxud da Newton vuraq metr kvadratı bölək kiloqram kvadratı. A variantıdır cavab. Çevrə üzrə sabit sürətlə dövr edən cismin xətti sürətini dəyişmədən onun mərkəzə qaçma təcilini necə artırmaq olar? Yəni xətti sürət sabit olsun uşaqlar. A bərabərdir V kvadratı bölək R-dir. Təcili necə artırmaq olar? R-i azaltsam təcil neyəcək? Artacaqdır. Sonra uşaqlar A bərabərdir omega V-dir. V-ni mən sabit saxlayıb omeganı azaltsam təcil yenə də neyəcək? Artacaqdır. Deməli, bucaq sürətini azaltmaqla yox, olmaz. Dövrətmə periyodunu artırmaqla çevrənin radiusunu azaltmaqla uşaqlar. Radiusu azaltsam, surəti sabit saxlayıb radiusu azaltsam, təcil neyəcək? Artacaqdır. Sonra Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Üfüqi səthədəki cismin üfüqi istiqamətdə sabit F dartı qüvvəsi təsir edir. Sükunət maksimum. Sürtünmə qüvvəsinin maksimal qiymətidir. Burada deyir ki, sükunətin maksimum, sükunət sürtünmə qüvvəsinin maksimal qiymətidir. F sükunət maksdan kiçik olanda, bir də F sükunət maksdan böyük olanda. Bax, bu bizim cisimimizdir. Bu cisimi bu istiqamətdə F qüvvəsindən dartırıq. Bu dartı qüvvəsidir. Sükunət sürtünmə qüvvəsi də bu istiqamətdə olur. Dartı qüvvəsinin əksinə olacaqdır. Uşaqlar, sükunət sürtünmə qüvvəsi dartı qüvvəsindən böyük olanda cisim sükunətdə qalır. Yəni sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti dartı qüvvəsindən böyük olanda. Dartı qüvvəsi sükunət sürtünmə qüvvəsinin maksimal qiymətindən böyük olanda isə başlayacaq cisim eləməyə, hərəkət eləməyə. Cisim bərabər yeniləşən hərəkət eləyər. Nə vaxt bərabər yeniləşən hərəkət eləyəcək? Dartı sürtünmədən böyük olanda. Çünki belə düşünəyin, tutaq ki, bizim dartı qüvvəmiz bu istiqamətdədir. Sükunət sürtünmə qüvvəsində misal üçün maks qiyməti ala biləcəyi, yəni ən böyük qiymət, misal üçün 10 Newtondur. Mən bu cisimi 11 Newtondan dartsam, cisim başlayacaq nə eləməyə? Hərəkət eləməyə və yeniləşən hərəkətə.
Çünki sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti ilə sürüşmə sürtünmə qüvvəsidir. Dartı qüvvəsi sürüşmə sürtünmə qüvvəsindən böyük olanda cisim yeniləşən hərəkət edir. Ona görə 1 gələcək 2-yə. Reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Üfüqi səttədirsə, cismin ağırlıq qüvvəsi aşağı doğru olur. Reaksiya qüvvəsilər olacaq yuxarı. Reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabər olur. Hər iki halda fərqi yoxdur uşaqlar. Sürtünmə qüvvəsi dartı qüvvəsinə bərabərdir. Uşaqlar, sürtünmə qüvvəsi dartı qüvvəsinə o halda bərabər olur ki, dartı sükunət sürtünmə qüvvəsi maks qiymətindən kiçik olsun. Misal üçün, mən cisimi bura qoymuşam. Dartı qüvvəsindən dartıram bu cisimi. Sükunət sürtünmə qüvvəsi də dartı qüvvəsinin əksinə olur. Cisim sükunətdədirsə, sükunət sürtünmə qüvvəsi hər zaman dartı qüvvəsinə bərabər olur. Dartı qüvvəsinə bərabərdir. 3 gələcək 1-ə. Əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlmişdir. Uşaqlar, dartı qüvvəsi sükunət sürtünmə qüvvəsinin maks qiymətindən böyük olanda əvəzləyici qüvvə böyük qüvvə istiqamətində olur və cisim hər zaman dartı qüvvəsi istiqamətində hərəkət edir. Ona görə də əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlir, dartı qüvvəsi böyük olanda. Bu da olacaq 4. Cisimlər hər zaman dartı qüvvəsi istiqamətində hərəkət edir. Cismin təcili 0-a bərabərdir. Dartı sükunət sürtünmə qüvvəsindən kiçik olan halda, çünki dartı sükunət sürtünmə qüvvəsi maks qiymətindən kiçik olanda cisim hərəkət eləmir. Hərəkət eləmirsə təcil də nə olacaq? 0 olacaq. 5 də gələcək 1-ə. Deməli, 1-ə uyğundur 3, 5. 3-cü ortaq 2-dir uşaqlar. Sonra 2-yə də uyğundur uşaqlar 4, 1. Deməli, cavabımız olacaq C variantı. Dinamometrin iş prinsipi hansı qanuna əsaslanır? Huk qanununa əsaslanır uşaqlar dinamometrin iş prinsipi. Yerdən şaqlı yuxarı atılan cismin uçuş müddətində hansı qüvvə təsir edir? Bax, biz cismi yuxarı doğru atanda, cisim yuxarı doğru hərəkət eləyir burada. Cisim yuxarı doğru hərəkət eləyəndə bu cisimə ağırlıq qüvvəsi, yerin cazibə qüvvəsi təsir eləyir. Digər tərəfdən uşaqlar, bir də havanın müqavimət qüvvəsi təsir edir. Müqavimət qüvvəsi də hər zaman hərəkətin əksinə olur uşaqlar. Deməli, ağırlıq qüvvəsi və havanın müqavimət qüvvəsi təsir edəcək. B variantı. Cismin təcilin istiqaməti sürətin istiqamətinin əksinə yönəlmişdir. Bu cisim üçün hansı ifadə doğrudur? Cismin sürəti bu istiqamətdədir. Təcil isə hərəkətin əksinə yönəlib. Təcillə sürət əks istiqamətdə olanda hərəkət yavaşlayan hərəkət olur. Deməli, 2 düzgündür. Cismə təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabərdir. Xeyr, təcil varsa qüvvələrin əvəzləyicisi 0 olmur. Cisim düz xətli hərəkət edir. Bəli, düz xətli hərəkət edir. Cisim yeniləşən hərəkət edir. Xeyr. Ona görə cavab olacaq 2 və 4. Planetin səthinin yaxınlığında dövr edən süni pekin sürəti hansı kəmiyyətlərdən asılıdır? Süni pekin sürəti V bərabər kök altında, məsələn, birinci kosmik sürətdən söhbət keçsə, C, M bölək R-dir uşaqlar. Planetin kütləsindən asıldır, bir də radiusundan asıldır. Planetin kütləsindən kök altı düz asıldır, radiusundan tərs asıldır. C də burada gravitasiya sabitidir. Deməli, pekin kütləsindən asılı deyil, planetin kütləsindən, bir də planetin radiusundan asıldır uşaqlar. 2 və 3. Cavab C variantıdır. Cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq tənliyi S2 bərabər 20t çıxaq 4t kvadrat şəklindədir. Bu cismin surətinin proyeksiyası zamandan asılılıq tənliyi hansıdır? Biz bilirik ki, yer dəyişmənin birinci tərtib teoreması bizə nəyi verəcək? Surəti verəcək. Onda 20t çıxaq 4t kvadratdan teoremi alsaq, uşaqlar 20t'nin teoreması 20 eləyəcək. 4t kvadratın teoreması 2 keçir qarşıya vurulur 4'ə. 8 t üstü 2 çıxaq 1, o da eləyir 8t. Cavab olacaq, deməli 20 çıxaq 8t. B variantı. Surətləri V1 bərabərdə 20 metr bölü saniyə, V2 bərabərdə 15 metr bölü saniyə olan iki avtomobil eyni istiqamətdə hərəkət edir. Müəyyən anda ikinci avtomobil birincidən 500 metr öndədir. Birinci avtomobil nə qədər yol getdikdən sonra ikinciyə çatar. Bax, bu bizim birinci avtomobildir. V1 bərabərdir 20 ilə gedir. Bu da ikinci avtomobilimizdir uşaqlar.
Bu da 15 metr bölək saniyə sürətlə gedir. Və bunlar arasındakı məsafə də uşaqlar 500 metrdir. Və bizə deyir ki, bu cisimlər ikinci cisim, belə deyək, birinci avtomobil neçə saniyə sonra ikinciyə çatar? Nə qədər yol getdikdən sonra ikinciyə çatar? İlk öncə uşaqlar bunların görüş müddətlərini təyin eləyək. Görüş müddətlərini təyin eləyəndə belə yazacaq. T görüş bərabərdir. Bax, bunlar arasındakı məsafə, yəni getdiyi yol bölünsün uşaqlar nisbi surətdir. Deməli, 500-ü böləcəyik nisbi surətə V1 plus V1 çıxaq V2-yə. Bu da olacaq uşaqlar 500 bölünsün. Deməli, eyni istiqamətlər hərəkətdə nisbi sürət çıxılır uşaqlar 5-ə. Oldu 100. 100 saniyə sonra bu cisimlər görüşəcək. İndi bəs 100 saniyə birinci cisimimiz nə qədər yol gedəcək ona baxalım uşaqlar. Birinci cisimin getdiyi yolu tapanda S1 bərabərdir V1 vuraq T yazacaq. V1-imiz 20-dir, vurulsun T-imiz də 100-dür uşaqlar. Bu da olacaq 2000 metr, yəni 2 kilometr. Cavab A variantı olacaq. Ümumiyyətcə, görüş müddətlərini təyin edəndə uşaqlar nə edirsiniz? Yolu, bax, aralarındakı məsafəni bölürsünüz nisbi surətə. 43-cü sual. Uzunluğu 30 cm olan yaydan yük asdıqda 40 cm-ə qədər uzandı. Yayın sərtliyi 200 Nm olarsa, yayda yaranan elastiklik qüvvəsini hesablayın. Baxın, bu bizim yayımızdır. Belə bir yayımız var burada. Buradan yük asanda uşaqlar yay nə edəcək? Uzanacaqdır. Bax, yayımız uzanır. İndi bizdən soruşur elastiklik qüvvəsini. Elastiklik qüvvəsi F elastiklik bərabərdir Kx uşaqlar. Deməli, əvvəlcə yayın uzunluğu x1 nə qədər olub? 30 cm. Sonraki yayın uzunluğu, belə deyəndə, x2-miz olub. Gəlin başlanğıc uzunluğunu göstərəyim. Bax, yayın başlanğıc uzunluğu L0 30-dur. Sonra olub uzunluğumuz 40 cm. Deməli, yayımız nə qədər uzanıb uşaqlar? X bərabərdir 40 çıxılsın 30. 10 cm uzanıb. Yəni 0,1 metr uzandı yayımız. Kayımız da 200'dür. 200 vurulsun 0,1 yazacaq. 200 də 0,1'ə vuranda olacaq 20 Newton. Deməli, elastiklik qüvvəsi 20 Newtondur. D variantı. Yerin suni peçinin dairəvi orbitinin radiusunu 2 dəfə artırdıqda onun mərkəzə qaçma təcili necə dəyişər? Ümumiyyətlə uşaqlar, biz yerin suni peçindən danışırıqsa, bax bu bizim yer planetidir. Və burada suni peçimiz hərəkət edir. Bax bu şəkildə dairəvi orbit üzrə hərəkət edir. Uşaqlar, bu cismin təcili elə sərbəst düşmə təcilidir. Mərkəzə qaçma təcili, bax burada suni peçlərdəki mərkəzə qaçma təcili deyəndə biz J başa düşürük. Yəni sərbəst düşmə təcili. Bəs mərkəzə qaçma təcili, yəni J, düsturunu yazsaq necə yazacaq uşaqlar? A bərabərdir, elə C nə yazaq uşaqlar? C M bölək R kvadratıdır. İndi mən radiusu 2 dəfə artırdıqda, radius 2 dəfə artanda fikir verin, təcil radiusdan necə asıldı? Kvadratik tərs asıldı. Radius 2 dəfə artırsa, təcil nə edəcək? 4 dəfə azalacaqdır. Yəni, suni peçlərin təcilindən söhbət gedirsə, mərkəzi qaçma təcili deyəndə, siz elə orada sərbəst düşmə təcili nəzərə alırsınız. Deməli, radiusunu 2 dəfə artıranda təcilimiz neçə dəfə azalır? Neçə dəfə artır? 4 dəfə artacaqdır. Cavab Y variantıdır. Düz xətlə hərəkət edən cisimə təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabər olanda, əvəzləyici qüvvə 0 olanda təcil də 0 olur. Cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafikini qurun. Uşaqlar, təcil 0-sa cisim necə hərəkət edəcək? Bərabər sürətli. Düz xətli bərabər sürətli. Çünki bizə əvvəlcədən düz xətli hərəkət deyiblər. Düz xətli bərabər sürətli hərəkətdə də S-in T-dən asılılığı düz mütənasibdir. S bərabərdir VT-yə görə. Cavab A variantı olacaq. Cisimə təsir edən F1 6 Newton və F2 8 Newton qüvvələrin bir-birinə perpendikulyardır. Bu qüvvələrin əvəzləyicisini tapın. Deməli, bu qüvvələr arasında qalan bucaq 90 dərəcədir uşaqlar. F1-imiz 6,
F2'miz də neçədir? 8-dir. Əvəzləyici qüvvə, bax, parallelogram qaydasında bu şəkildə təyin olunur və F əvəzləyici bərabərdir Pifaqorada teoremi ilə tapılacaq. F əvəzləyici bərabərdir F1 kvadratı plus nə? F2 kvadratı olacaq. Və buradan 6-nın kvadratı üstə gəlir 8-in kvadratı. Bu olacaq 100, 100-dən də 10 Newton çıxacaq. C variantıdır. Hansı ifadələr doğrudur? Əgər cisimə yalnız bir qüvvə təsir edirsə, onda cisim. Bax, cisimə yalnız bir dənə qüvvə təsir edirsə, bir F qüvvəsi təsir edirsə, cisim təcillər hərəkət edəcək. Qüvvə varsa, təcil də var. Deməli, bir düzdür. Dəyişən sürətlə hərəkət edər. Bəli, dəyişən sürətlə hərəkət edəcək. Çünki təcil varsa, ya sürət artacaq, ya da sürət nə edəcək? Azalacaqdır. Deməli, 2 də düzdür. Düz xətli bərabər sürətlə hərəkət edər. Xeyr, sürət artıb azalmalıdır. Sükunətdə qalar. Xeyr. Ona görə cavab 1 və 2 olacaq. Hansı fayda doğrudur? İplə bağlanmış cisim sürtünməsiz mail müstəvi boyunca yuxarı sabit sürətlə qaldırılır. Bu zaman. Bax, bu bizim mail müstəvidir. Və bura bir cisim bağlamışıq. F qüvvəsindən dartırıq. Yəni, iplə dartırıq yuxarı doğru. Sürtünmə qüvvəsi də yoxdur, uşaqlar. Fs də bərabərdir 0-a. Deməli, bu cismi aşağı doğru dartan mg sinüs alfadır. Bunu bilirik biz. Onda uşaqlar, ipdəki gərilmə qüvvəsi ağırlıq qüvvəsindən kiçikdir. Baxın, buradakı gərilmə qüvvəsi T bərabər nəyə? Mg sinus alfaya. İndi biz bir ifadəni sinus alfaya və kosinus alfaya vuranda o kiçilir. Çünki sinus alfa 0-dan 1 arasında bir qiymət alır. Deməli, ipdəki gərilmə qüvvəsi, bəli, mg-dən nədir? Kiçikdir. İpdəki gərilmə qüvvəsi 0-a bərabərdir. Xeyr. 0 deyil. Dayağın reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Uşaqlar, dayağın reaksiya qüvvəsi N mail müstəvi üzərində mg kosinus alfadır, uşaqlar. Dayağın reaksiya qüvvəsi də mg-dən nə olacaq, uşaqlar? Kiçik olacaq. Deməli, bərabər deyil. Əvəzləyici qüvvə 0-a bərabərdir. Sabit sürətlə qaldırılırsa, əvəzləyici, yəni bərabər sürətlə hərəkət edirsə, əvəzləyici qüvvə nə olacaq? 0 olacaq. İp qırılarsa cisim sükunətdə qalar. Xeyr, ip qırılsa uşaqlar buradan, bax, yuxarı doğru hərəkət elətdirirsə, mail müstəvi boyunca yuxarı sabit sürətlə qaldırılır. İp qırılanda sürtünmə qüvvəsi də olmadığına görə başlayacaq cisim nə etməyə? Aşağı doğru sürüşməyə. Deməli, ipdəki gərilmə qüvvəsi ağırlıq qüvvəsindən kiçik oldu. 1 düzdür. 0-a bərabər deyil. Dayağın reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Xeyr, bərabər deyil. Əvəzləyici qüvvə 0-a bərabərdir. Bəli, əvəzləyici qüvvə 0 oldu, uşaqlar. 4-də düzdür. İp qırılsa cisim sükunətdə qalmayacaq. Aşağı doğru nə edəcək? Sürüşəcəkdir. 5-də səhvdir. Ona görə cavab olur 1 və 4. E variantı. 49-cu sual. Düz xətlər hərəkət edən cismin surətinin proyeksiyası zamandan asılıq qrafik verilmişdir. 15 saniyə müddətində orta sürəti təyin edin. Orta sürətimiz V orta bərabərdir. Ümumi yolun ümumi zamanı olan nisbətidir. İndi uşaqlar, VT qrafikində grafikin altında qalan fiqurun sahəsi bizə cismin yer dəyişməsini və ya fiqurun sahəsinin modulu yolu verir, uşaqlar. Biz buradan yer dəyişməni tapanda bu üçbucağın sahəsini tapacaq. Üçbucağın sahəsi necə tapılır? Hündürlük vurulsun, oturacaq. Yəni, hündürlüyümüz 20-dir, uşaqlar. Vururuq 15-ə, bölürük 2-yə. Deməli, cismin yer dəyişməsi 150 metrdir, uşaqlar. 150 bölünsün neçə saniyə deyir? 15 saniyə. Bölək 15. Bu da olacaq 10 metr bölək saniyə. Cavab olur D variantı. Ay səthində cismin çəkisinin yerin səthindəkindən kiçik olmasının səbəbi nədir? Çəkinin düsturu uşaqlar P bərabərdir mg-dir. Aydakı sərbəst düşmə təcili yerdəki sərbəst düşmə təcilindən kiçik olduğuna görə, yəni J ay kiçikdir J yer olduğu üçün cismin çəkisi də ayda kiçik olacaq. Deməli, ayın yerin ətrafında dövr etməsi xeyir. Aydakı gravitasiyasının intensivliyi yerdəkindən kiçik olmasının da səbəb. B variantıdır, uşaqlar. 51-ci sual.
O mərkəzindən keçən ox ətrafında 5 saniyə üstü mənfi 1 tezliklə dövr edən diskin üzərində K nöqtəsində xətti sürət M nöqtəsindəki xətti sürətinə 15 metr bölü saniyə böyükdür. Yəni, baxın, təsəvvürlərin ki, disk saat əqrəbi istiqamətində hərəkət edir. K nöqtəsində sürət yuxarıdır, VK, M nöqtəsindəki sürət isə aşağıdır, VM. Və bizə deyir ki, K nöqtəsindəki sürət M nöqtəsindən 15 metr bölü saniyə böyükdür. Yəni, VK bərabərdir, VM üstə gələk neçədir? 15-dir. Tezliyi də veriblər bizə 5 saniyə üstü mənfi 1. Diskin radiusunu hesablayın. Bax, bizdən buranı soruşur, bu radiusu. İndi uşaqlar, mərkəzindən keçən ox ətrafında fırlanan diskdə tezliklər eyni olur. Onda mən burada VK üçün yazacağam 2pi R N. Bəs VM üçün yazsam nə yazaram uşaqlar? 2pi, bax, bu K nöqtəsinə qədər olan radiusdur. Yəni, diskin radiusudur. 2pi R M N yazacağam uşaqlar. İndi buradan uşaqlar VK çıxaq VM bərabərdir. 2pi RK N. Çıxaq nə olacaq uşaqlar? 2pi R M N olacaq. VK-dan VM-i çıxsaq uşaqlar neçə qalacaq? K nöqtəsinin sürəti M nöqtəsinin sürətindən 15 metr bölü saniyə çoxdur. Bura 15-dir, bərabərdir. 2 pi-ni çıxardıram qarşıya uşaqlar. 2 pi RK çıxılsın RN yazacağım. Çünki N-lər sabitdir uşaqlar. N-in bərabər nəyə? NK-ya. Buradan uşaqlar 15 bərabərdir. 2 vurulsun, 3 vurulsun. N-imiz neçədir? 5-dir. Vuraq 5. Vurulsun. RK, KO bərabərdir 2 OM-ə. Yəni, K nöqtəsinin radiusu O nöqtəsinin radiusundan 2 dəfə çoxdur. Belə deyə bilərik. 2 RM-ə bərabərdir. İndi buradan yazanda uşaqlar yazırıq. Deməli, belə yazağında uşaqlar RM nəyə bərabərdir? Bizdən diskin radiusunu hesablayın deyir. RM bərabərdir. RK bölək 2-yə. Gətirib yerinə qoysam, RK çıxaq. RM-in də yerinə qoyuram. RK bölək 2. Və buradan alırıq ki, uşaqlar 15 bərabərdir. 30 vurulsun. RK-dan RK bölək 2-yi çıxanda nə qalacaq uşaqlar? Yəni K nöqtəsinin radiusu bölünsün 2. Buradan da alacaq uşaqlar. Bax, bu 2 ilə 30-u xüsusiləsək 15. Deməli, RK bərabər nəyə? 15 bölək 15-ə 1 metr. Deməli, diskin radiusu nə qədər oldu uşaqlar? 1 metr oldu. D variantı. Radiusu R olan çevrə üzəri bərabər sürətlər hərəkətdə dövr edən cismin yarım period müddətində yer dəyişməsinin modulu nəyə bərabərdir? Zaman periodun yarısına bərabər olanda uşaqlar yer dəyişmə 2R olur. Fikir verin, bax, bu bizim diskimizdir. Misal üçün, cisim A nöqtəsindən başlayıbsa, periodun yarısında hara gələcək uşaqlar? Gələcək bura. Bax, tutaq ki, B nöqtəsinə. Buradan bura qədər olan məsafə nədir? Diskin çevrənin radiusudur uşaqlar. Bura R desək, burada R-dir. Onda yer dəyişməmiz nə qədər oldu uşaqlar? 2R. C variantı. Deməli, 53-cü sual. Yer səthində H bərabər 2 hündürlükdə M bərabər 90 kg kütləli cismə təsir edən ağırlıq qüvvəsi neçə newtondur? Uşaqlar, burada 2 hündürlüyündə sərbəst düşmə təcilini tapsaq, GH bərabərdir. G0 vuraq R kvadratı bölək R plus H-ın kvadratı nə deyəcək? Buradan uşaqlar G0-ımız 10-dur. R kvadratı. H-ın yerinə uşaqlar 2R qoysam, R plus 2R, 3R, 3R-in də kvadrat 9R kvadrat edir. Buradan da alıram uşaqlar, bu R kvadratlar gedir, 10 bölünsün 9. Yəni, H hündürlüyündə, 2R hündürlüyündə sərbəst düşmə təcili neçə dəfə azaldı? 9 dəfə azaldı. Onda H hündürlüyündəki ağırlıq qüvvəsini tapanda MGH yazacaq bura. Və buradan da alarıq 90 vurulsun, 10 bölünsün 9. Bu da olacaq uşaqlar, deməli 100 Newton. Və yaxud uşaqlar bir düstur deyim sizə, yadınızda saxlayın. H hündürlüyündə
sərbəst düşmə təcili və ağırlıq qüvvəsi hər ikisi üçün keçərli düsturdur. Əgər hündürlüyümüz yerin radiusunun tam misillərinə bərabər olarsa, n-ə bərabər olarsa, ağırlıq qüvvəsi yer səthindəkindən n plus 1-in mötərizə kvadrat dəfə az olur. Sərbəst düşmə təcili də yer səthindəkindən yenə n plus 1-in mötərizə kvadrat dəfə nə olur? Az olur uşaqlar. Bu düsturdan da istifadə edə bilərdik. Yer səthində mg də ağırlıq qüvvəmiz uşaqlar. Gətirib yerinə qoyuram. mg bölünsün. N-in də yerinə nə qoyacaq uşaqlar? Bax, n burada radiusun qabağında duran əmsaldır. Gətirib yerinə qoyanda 2 üstəgələ 1. Kvadrat uşaqlar. M-miz 90-dır, J-miz 10-dur. Olur 900. Bölünsün uşaqlar 9. Bu deyilir 100 Newton. Eyni qaydada sərbəst düşmə təcilidə uşaqlar 9 dəfə azalır. 10 bölünsün uşaqlar n plus 1-in mötərizə kvadratı. 2 üstəgəl 1-in kvadratı o da olur 9. Yəni bu düsturdan da istifadə edə bilərsiniz. Elə bu düsturlarımız, yəni f0 bölü n plus 1-in mötərizə kvadratı. Bu düstur uşaqlar bax buradan gəlir. Çünki yer səthində sərbəst düşmə təcilinin və ağırlıq qüvvəsinin düsturu belədir. Ağırlıq qüvvəsinin yazında m vuraq m bölək r kvadratıdır. H hündürlüyündə isə fh bərabərdir. C vurulsun m bölünsün r plus h-ın nə idi? Kvadratıdır. Tərəf-tərəfə böləndə fh-ı f0-a böləndə belə bir ifadə alırıq uşaqlar. R kvadratı bölünsün uşaqlar. Deməli r plus h-ın nə olur? Mötərizə kvadratı. Bax, buradan gəlir uşaqlar. Yerinə gətirib ifadəni qoyanda alırıq ki, n plus 1-in mötərizə kvadrat dəfə nə edir? Azalır. Deməli, neçə olacaq uşaqlar? 100 Newton olacaq. Sonra 54. Verilmiş cismin aldığı təcilin ona təsir edən qüvvələrin əvəzləyicisindən asılıq qrafik verilib. Cismin kütləsinə hesablanır uşaqlar. Əvəzləyici qüvvəmiz F əvəzləyici bərabərdir M-adır. Buradan uşaqlar deməli, mən M-i tapsam, F əvəzləyici bölünsün nə olacaq? A olacaq uşaqlar. Əvəzləyici qüvvəmiz 40 Newton olanda təcil 8 olub. Onda yazırıq 40 bölünsün 8. Olacaq neçə? 5. Deməli, cismin kütləsi 5 kiloqramdır. 55. Kütləsi M bərabərdir 10 kiloqram olan cisim. Meyl bucağı 37 dərəcə olan mail müstəvi üzərində sükunətdədir. Dayağın reaksiya qüvvəsi neçə Newtondur? Mail müstəvi üzərində, bax, bizim cisimimiz budur. Bu bizim mail müstəvidir. Və cisim burada durub. Burada 37 dərəcədir. Mail müstəvi üzərində reaksiya qüvvəsi uşaqlar n bərabərdir mg kosinus alfadır. Kosinus alfadır. Buradan alırıq ki, 10 vurulsun, J'miz 10'dur. Kosinus 37'yi də bizə veriblər 0.8. Vuracaq 0.8. Bu da eləyəcək uşaqlar, deməli 80 Newton. Reaksiya qüvvəsi 80 Newtondur. 56-cı sual. OX oxu boyunca düz xəttə hərəkət edən cismin koordinatı zamandan asılıq qrafiki verilmişdir. Hansı ifadə doğrudur? Qrafikimizdə paraboladır uşaqlar. Deməli, əvəzləyici qüvvə hərəkətin əksinə yönəlmişdir. Uşaqlar fikir verin, yavaşlayan hərəkətdə surətlə təcil necə olmalıdır? Əks istiqamətdə. Və təcil hər zaman əvəzləyici qüvvə istiqamətində olur. Onda əvəzləyici qüvvə yavaşlayan hərəkətdə surətin nədir? Əksinə olur uşaqlar. Deməli, əvəzləyici qüvvə hərəkətin əksinə yönəlir. Bir düzdür. Əvəzləyici qüvvənin proyeksiyası müsbətdir. Xeyr. Baxın, qrafikin parabolanın ağzı aşağıdırsa təcil mənfidir. Onda əvəzləyici qüvvənin də proyeksiyası nə olacaq uşaqlar? Mənfi olacaq. Deməli, proyeksiyası müsbətdir, səhvdir. Əvəzləyici qüvvənin modulu sabitdir. Bəli, bu düz xətli bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkətdə təcil sabit olduğuna görə əvəzləyici qüvvədə nə olacaq uşaqlar? Sabit olacaq. Deməli, əvəzləyici qüvvə sabitdir. Cisim bərabər yavaşlayan hərəkət edir. Bəli, düzdür. Cisim bərabər yerləşən hərəkət edir. Xeyr, səhvdir. Deməli, cavab 1, 3 və 4 olacaq. 57-ci sual. Bizə deyir ki, uyğunluğu müəyyən edin. Çevrə üzrə hərəkət edən cismin xətti surətinin radiusundan asılıq qrafik verilib. Baxın, belə bir qrafikdir. Çevrə üzrə hərəkətdir. Surətin R-dən asılığıdır. AB hissəsinə baxın uşaqlar. AB hissəsində surət R-dən düz asılıdır. İndi surətin R-dən düz asılı olması üçün
V bərabərdir 2 pi r bölək t düsturumuz var da. Bax 2 sabit, pi sabit, t də sabit qalsa, konstant olsa, onda v r-lə necə asılıdır? Düz asılıdır. Ümumiyyətcə biz asılıq qrafiklərini quranda bir dənə dəyişən olmalıdır orada. Bax, həm r, həm t dəyişsə olmaz. Asılığa baxanda biri dəyişməlidir. Deməli, t sabit olmalıdır ki, v r-lə necə asılı olsun? Düz asılı olsun. Və yaxud uşaqlar, v bərabər 2 pi r n. 2 sabit, pi sabit, n tezlik sabit olanda, bax, tezlik sabit qalanda v r-lə necə asılıdır? Düz asılıdır. Deməli, AB hissəsində period dəyişmir. Bəli, period dəyişə bilməz. Period sabit olanda v r-lə düz asılıdır. İndi uşaqlar, sonra bucaq sürəti dəyişmir. Baxın, v bərabərdə omega r deyil. V r-lə düz asılı olması üçün omega nə olmalıdır? Sabit qalmalıdır. Deməli, 1-ə həm a gələcək, həm də y gələcək uşaqlar. A, y. Sonra period tezliyi artır. Gəlin baxalım uşaqlar. BC hissəsində radius sabitdir, amma sürət azalır. V bərabərdir uşaqlar 2 pi r n deyil. Bax, 2 sabit, pi sabit, r sabitdir. V n-dən necə asıldı uşaqlar? Düz asıldı. İndi bizim surətimiz, xəttli surətin azalması üçün tezlik nə olmalıdır? Azalmalıdır. Deməli, BC-yə də uyğundur uşaqlar, tezlik azalar. Deməli, cavab olacaq nə bura? C variantı. Bucaq sürəti artar. Xeyr, bucaq sürəti artmaz. V bərabərdə omega r-ə görə uşaqlar. R sabit olanda bucaq sürəti artanda V artardı. Deməli, BC hissəsinə yalnız C gələcək. CA hissəsinə baxsaq uşaqlar. CA-da V sabitdir, R azalır. İndi uşaqlar, bax, burada deməli bizdə qaldı tezliklə bucaq sürəti. V nəyə bərabərdir? Omega R deyil. Buradan omeganı tapsaq uşaqlar, daha doğrusu R-i tapağın uşaqlar, bizdən R-i soruşur. R-i buradan tapsaq, R nəyə bərabərdir? V bölək omega olur uşaqlar. İndi bax, CA hissəsində uşaqlar nə olur? R sabitdir. Daha doğrusu V sabitdir. V sabitdir, R azalır. Deməli, V-nin sabit qiymətində R-in azalması üçün omega nə etməlidir? Artmalıdır. Deməli, bucaq sürəti artar. 3-ə D variantı uyğun gəlir. Tezliyə baxsaq uşaqlar, V bərabərdir 2 pi r n deyil. V bərabərdir 2 pi r n. Buradan mən R-i tapsam, R bərabər nə olacaq? V bölək 2 pi n. Uşaqlar, V sabit, 2 pi sabit CA hissəsində. N artanda radius nə edəcək? Azalacaq. Deməli, tezlik uşaqlar nə edir? Artır. Tezlik artanda radius nə edəcək? Azalacaq. Bu da gələcək. Deməli, hara? 3-ə. Deməli, cavab oldu 1-ə AY, 2-ə C, 3-ə də nə uşaqlar? B-dir. 58. X ox üzrə hərəkət edən cismin koordinat zaman asılıq qrafik verilmişdir. 10 saniyə müddətində cismin surətinin proyeksiyası zamandan asılıq qrafikini qurun. Uşaqlar, birinci hissəyə baxsaq, birinci hissə bax, X ox istiqamətində bərabər sürətli hərəkətdir. Hətta bunu koordinat başlanğıcına sürüşdürüb deyə bilərik bu şəkildə. Qrafik T oxundan yuxarıdadırsa, X ox istiqamətindədir. Bəs buradan surəti tapsaq birinci hissədə uşaqlar, V bərabərdir x0 bölək T-dir. Başlanğıc koordinatım mənfi 10-dur. 5 saniyə sonraki koordinat 30-dur. Yazacaq 30 çıxılsın, mənfi 10. Bölünsün uşaqlar, T-imiz neçədir? 5-dir. Bölək 5. Bu da olur 8. Deməli, bax, birinci hissədə, baxın, birinci hissədə surətimiz neçə oldu uşaqlar? 8 metr bölək saniyə. İndi ikinci hissəyə baxsaq uşaqlar, cisim bax, koordinat qrafikimiz buradan başlayıb, 30-dan hara gəlib? 10-a gəlib. V2-ni tapsam necə edəcəm uşaqlar? Yenə x çıxar. X0 bölək T yazacam. Bu səfər uşaqlar, başlanğıc 30, 5 saniyə sonra 10 olubdur uşaqlar. Son koordinatımız 10 çıxaq 30 bölək uşaqlar neçə? Zamanda 5-dir buradan bura qədər. Ondan 30 çıxanda mənfi 20, mənfi 20-yi də 5-ə bölündə mənfi 4 olacaq. Onda mən qrafikimizi qursaq, bərabər sürətləri hərəkət uşaqlar. V-nin T-dən asılıq qrafiki. Birinci hissədə, yəni 5 saniyə müddətdə bunun surəti müsbət 8 olub.
5 saniyə müddətdə. Sonra uşaqlar necə olub? Sürətimiz mənfi olub. Cisim yəni hər x oxun əksi istiqamətində hərəkət edib. Baxın, belə bir qrafik quracaq. Burada 10. Deməli, 10 saniyə ərzində sürətin zamanlamasılıq qrafiki bu olacaq uşaqlar. Şaquli istiqamətdə hərəkət edən liftdəki cismin çəkisinin sabit olub ağırlıq qüvvəsindən böyükdür. Şaquli aşağı. Bax, bu bizim liftimizdir uşaqlar. Burada bir dənə cisimimiz var. M kütləli cisimdir. Bu lift aşağı doğru hərəkət edir. Deməli, sürət haradır? Aşağıdır. Cismin çəkisi sabit olub, ağırlıq qüvvəsindən böyükdür. Ağırlıq qüvvəsi hər zaman mg'dir. İndi uşaqlar, çəki ağırlıq qüvvəsindən böyük olması üçün bu lift aşağı doğru gedirsə, ümumiyyətcə, çəki ağırlıq qüvvəsinə o vaxt böyük olur ki, təcil yuxarı olmalıdır uşaqlar. Təcil yuxarı olunda çəki g plus a olur. Onda uşaqlar, cismin təcili aradır, yuxarıdır. A təcili yuxarıdır. Lift deyir, necə hərəkət edir? Aşağı doğru, bax, sürət aşağıdır uşaqlar. Sürət aşağı, təcil ara oldu, yuxarı oldu. Onda uşaqlar, təcillə sürət əks istiqamətlidirsə necə hərəkət olacaq? Yavaşlayan hərəkət. Bəs necə yavaşlayan? Aşağı doğru yavaşlayan hərəkətdir. Səbəb nə yazırsınız? Yazırsınız ki, aşağı yavaşlayan hərəkətdə cismin çəkisi ağırlıq qüvvəsindən böyük olur. Çünki aşağı yavaşlayan hərəkətdə təcil yuxarı olur. Cismin təcili yuxarı olanda, sistemin təcili yuxarı olanda cismin çəkisi P bərabərdir, mg plus a olur. Ağırlıq qüvvəsi isə hər zaman nə olacaq uşaqlar? Mg olacaq. Deməli, çəki nə olur uşaqlar? Burada ağırlıq qüvvəsindən böyük olur. O da olacaq. Deməli, cavabımız aşağı yavaşlayan hərəkət. 60. Cisim 96 metr hündürlükdən 12 metr saniyə başlanğıc sürətlə şaquli aşağı atılmışdır. Düşmə müddətində cismin təcili 6 metr bölü saniyə kvadratı olub. Yəni, bizim bu cisimimiz V0 sürətinə hara atırıq uşaqlar? Aşağıya doğru. Və bu cismin təcili A bərabərdir 6-dır. Cismin düşmə müddətini hesablayın. Deməli, burada uşaqlar müqavimət qüvvəsi təsir edib də hərəkətə. Yalnız ağırlıq qüvvəsi təsir eləməyib. Bizdən soruşur, düşmə müddətini tapın uşaqlar. H da 96 metrdir. Sürəti də veriblər bizə 12. Başlanğıc sürətimiz. Şaquli aşağı atılan cisim yeyinləşən hərəkət eləyəcək uşaqlar. Onda V bərabərdir V0 plus nə yaza bilərəm? Məsələn, A vurulsun T. Buradan uşaqlar T'yi tapsaq, dəqiqə son sürət yoxdur. Gəlin H nə yazağın? Çünki onda gəlib biz son sürətdə tapaq, bu düsturdan istifadə edilsək. Belə eləyən uşaqlar, H bərabərdir V0 T üstəgələk nə? AT kvadratı bölü 2. H-ımız neçədir uşaqlar? 96. V0'ımız 12'dir. 12 vuraq T. Üstə gələk təcilimiz 6'dır. 6T kvadratı bölü 2. Və buradan da alarıq uşaqlar. Deməli 96 bərabərdir 12T üstə gəlsin 3T kvadratı. Hər tərəf 3'ə bölsək uşaqlar. Bu olacaq 32. Burada 4T üstə gələk uşaqlar T kvadratı. Buradan T kvadratı üstə gələk 4T çıxaq 32 bərabərdir 0'a. Çevrilmiş kvadrat tənlikdir uşaqlar bu. Deməli, çevrilmiş kvadrat tənlikdə belə deyək də köklərin cəmi əks işarə B-ni verir. Hasili isə uşaqlar nəyi verir? S-ni verirdi. Deməli, bura 4'dür, mənfi 4'dür. Bura neçə olacaq? Mənfi 32 olacaq. İndi biz elə bir rəqəmlər tapmalıyıq ki, cəmləyəndə bu mənfi 4 olsun. Hasili isə neçə olsun uşaqlar? Mənfi 32 olsun. Deməli, T1'imiz bərabərdir. Mənfi 8, kökün 1'i. Biri də uşaqlar neçə olacaq? Biri də olacaq 4. Zaman təbii ki 8 ola bilməz. Ona görə neçə saniyə düşəcək uşaqlar? Bu 4 saniyə yerə düşəcəkdir. 4'ü qoysaq yerinə yoxlaya da bilərik uşaqlar. Baxın, H bərabərdir. Gətirib kvadrat tənlikdə yoxlama qaydasını bilirsiniz də. Aldığımız cavabı qoyuruq yerinə. 4 vurulsun 12. Daha doğru, bəli, 12 üstə gəlsin
6 vuraq 4-ün kvadratı bölünsün 2. 4-ü 12-yə vuranda eləyəcək uşaqlar 48. Üstə gəlsin 3. 3-ü də 16-ya vuranda o da 48 olacaq 96. Çünki zaman mənfi ola bilməz. Bunu qoyduq kənara. Düşmə müddəti onda neçə olacaq uşaqlar? 4 saniyə. Bax, bu şəkildə yaza bilərik. Bu oldu uşaqlar 26 oktyabr 2025-ci ildə OTK-ya düşən 11-ci siniflərin B variantında, belə deyək də, fizikadan sualların izahı. Belə videoların davamını gəlməyi istəyirsinizsə kanala abunə olub mənə dəstək ola bilərsiniz. Sağ olun uşaqlar.